Hər bir uğurlu biznesin arxasında düzgün qərarlar dayansa da, bəzən məhz kiçik görünən səhvlər böyük maliyyə itkilərinə yol aça bilər. Bəs bu səhvlər hardan qaynaqlanır və onların qarşısını almaq mümkündürmü? Bakıda keçirilən 4-cü vergi və mühasibatlıq zirvəsi bu suallara cavab tapmaq üçün sahənin aparıcı mütəxəssislərini bir araya gətirib. Bahalı səhvlər mövzusu ətrafında təşkil olunan tədbirdə real təcrübələr, risklər və effektiv həll yolları müzakirə olundu. Artıq ənənəyə çevrilən bu nüfuzlu tədbir illər ərzində sahənin aparıcı mütəxəssislərini bir araya gətirərək vergi, mühasibatlıq və maliyyə istiqamətlərində ən aktual mövzuların müzakirə olunduğu əhəmiyyətli platformaya çevrilib. Zirvə çərçivəsində iştirakçılar üçün həm peşəkar biliklərin paylaşılması, həm də praktiki təcrübə mübadiləsi baxımından dəyərli imkanlar yaradıldı. Dövlət qurumlarının nümayəndələrindən özəl sektor təmsilçilərinə, təcrübəli mütəxəssislərdən bu sahəyə yeni addım atanlara qədər geniş auditoriyanı bir araya gətirən tədbir hər il artan iştirakçı sayı və müzakirə mövzularının zənginliyi ilə xüsusi diqqət çəkir. Birinci növbədə maliyyə savadlığı artırılır. İkinci növbədə dövlət qurumları və sahibkarlar arasında dialoq platforması gerçəkləşir və sahibkarların istəkləri, onların çətinlikləri, qarşılaşdığı problemlərlə dövlət qurumları operativ məlumatlı olurlar. Həmçinin növbəti dövrlər üçün həyata keçirilən islahatlarda, qanunvericilikdə edilən dəyişikliklərdə bu cür platformalar məlumat bazası kimi də çıxış etmiş olur. Bu il zirvə bahalı səhvlər mövzusuna həsr olunaraq məzmun baxımından daha da dərin və düşündürücü çalar qazandı. Devizin mahiyyətinə nəzər saldıqda maliyyə idarəçiliyi, əmək münasibətləri və vergi sayəsində şirkətlərin ən çox yol verdiyi kritik yanlışlıqlar əsas diqqət mərkəzində oldu. Səhvlərin yaranma səbəbləri, eləcə də biznes üçün doğura biləcəyi hüquqi və maliyyə nəticələri ətraflı şəkildə təhlil edilərək iştirakçılara praktik baxış bucağı təqdim olundu. Bu kimi tədbirlərin olmağı vergi ilə, belə deyək, sahibkarlar arasında vergi mədəniyyətinin formalaşması üçün daha uğurlu bir addımdır. Hansı ki, sahibkarlar bu vasitə ilə öz problemlərini rahat şəkildə çatdıra bilirlər. Üçüncü panel olaraq vergi riskləri ilə bağlı məsələ, mühasiblərin və korporativ vergi sahəsində hüquqşünasların vergi münasibətlərində yaşanmış olduğu çətinliklərin daha rahat bir şəkildə bizlər vasitəsilə aydınlaşdırılması ilə bağlıdır. Sürətlə dəyişən qanunvericilik mühiti, artan maliyyə və vergi riskləri, eləcə də ilk baxışda kiçik görünsə də sonradan ciddi maliyyə etkilərinə səbəb ola bilən səhvlər bu ilki zirvənin əsas fokus istiqamətlərindən birini təşkil elədi. Bahalı səhvlər konsepti çərçivəsində bu risklərin yaranma səbəbləri, bizneslərə təsir eləyən mümkün nəticələri və onların qarşısının alınması yolları ekspertlərin peşəkar baxışları və real praktik nümunələr əsasında geniş şəkildə müzakirəyə çıxarıldı.